Mirəbbas məşqdən sonra mənə yaxınlaşdı ki, təklikdə sənə bir-iki şey demək istəyirəm. Mən də dedim ki, təklikdə istəmirəm, hər kəsin qarşısında de. Çünki bu meydan oxumaqdır. Ona görə də Mirəbbas kamera qarşısında kimi döyüşə çağırmaq istəyirdinsə, buyur, ona səslən. Elsəvər idi də, mən Elsəvər döyüşə çağırmaq istəyirdim. Elsəvərlə döyüşmək istəyirsən. Sizin mən bildiyimə görə aranızda çəki fərqi də yoxdur. Sadəcə Elsəvər səndən boyda uzundur. Sənin üçün çətin olmayacaq bəs. Ola da bilər, olmaya da bilər. İndi o ringdə biləcək. Yox, sən özünə arxayın deyilsənsə, niyə döyüşə çağırırsan onu? Gərək biraz risk eləmək lazımdır ki, öyrəşəsən də, gücləşmək lazımdır. Yəni ki, ancaq elə zəifləri döyməklə bu iş getmir. Axı gərək arada güclü də döyəsən ki, sən salyanlı balasısan da, abşım. hə, Saatlı. saatlı. Hə, saatlı. Elsəvər də Tovuzdandır. Hə, Saatlı balası Tovuzluya qarşı, düzdür? bəli. Amma ki, bir şey dediyimdə, bizim bütün aqressiyamız ancaq ringdədir. Ringdən kənar hamı bir millət, hamı bir-birinə qardaşdır. Bəli. Buradan başqa nə demək istəyirsən? Bax, Elsəvər səni dinləyəcək. Buyur səslən ona. Heç bir şey. Yəni o da mənim bir dostum. Yəni o da ringdə uğurlar arzulayıram. Oldu uşaqlar, Elsəvər səndən xəbər gözləyəcək. İzlədin də videonu. Buyur, söz səndədir. Baxdım, ayın 29-da məni çağırıbdı Mirəbbas. Heç gözləmədiyim yerdən çağırdılar. Bekaçlıq idi, ürəyim sıxılırdı, indi sparring olacaq, görək də. Dost qardaş deyirik, amma ringdə keçmir də bunlar mənə. Mirəbbas, çörək bərəkətli bu nə hərəkət idi. Heç nə, 29-u görüşərik qardaş. Qardaşım da deyirsən hətta ona. Eybi, ringdə keçməyəcək amma. Bir də deyir, mən saatlı balasıyam, ha. Bizdə Tovuzlu balasıyıq, deməliyim. Tovuzlular, bəli. Başqa nəsə sözüm var? Xeyr, mən ringdə danışacağım. Uşaqlar, 29 noyabr hər kəs gözləsin.